Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizin nəzərinizə çatdıracağım 2025-ci il 11-lik test toplusundan feilin izahını. İlk öncə elə burada feilin üzərində, testlərin üzərində feilin qaydalarının da izahını verirəm. Feilin quruluşçu növləri əsasında başlayaq testdə. Birinci testdə nə deyir? Deyir ki, hansı cümlədə feildən düzələn feil işlənmişdir. Mən əvvəlki izahlarımda da qeyd etmişdim ki, sizdən nə istəyir? Hansı nitq hissəsindən düzəlib, hansı nitq hissəsindən yaranıb dedikdə bir leksik şəkilçi varsa kökə baxırıq. Bir neçə leksik şəkilçi varsa, tutalım 3 leksik şəkilçi varsa, üçüncüyə yox, ikinci leksik şəkilçi onun yarandığı nitq hissəsidir. Nədən düzəlib və yaxud nədən yaranmışlığı olması deməkdir. İndi testimizə baxırıq. Deyir ki, o bugün görüşdən xeyli şadlandı. Şaddan, şadlanmaq. Deməli, bir leksik şəkilçi var, kökə baxıram. Deməli, şad sifətdən yaranmış feildir. Arif bu barədə heç fikirləşməmişdi. Fikir sözün kökü, fikirdən fikirləşməmişdi. Sözün kökünə baxırıq. Fikir isimdən yaranmış feildir. Kəndin kənarında qoyunlar mələşirdi. Mələ sözün kökü, mələdən mələşmək, mələşir idi. Sözün kökünə baxırıq. Mələmək feilindən mələşmək feili yarandı. Elə doğru variant C variantıdır. Hansı cərgədə isimdən düzəlmiş feillərdən ibarətdir? Baxırıq. Yollanmaq, yol sözün kökü, yoldan yollamaq, yollanmaq, sonra göyərmək, göydən göyərmək, də məslərinin şəkilçisi. İsimdən düzəlmişliyin soruşursa, deməli, yollamaqdan, yollanmaq. Heç bu testə baxmıram. Çünki feildən yaranmış isimdir. Bu sizə sifətdən yaranmış isim, sifətdən yaranmış feildir. Sonra qızarmaq, qızarmaq elə sözün köküdür. Bir dənə qrammatik şəkilçi var. Burada düzəltmədən söhbət gedə bilməz, sadə sözdür. Belləmək, bel sözün kökü, beldən belləmək, məslərin şəkilçisi, qrammatik şəkilçi olaraq. Sonra ruhdan ruhlanmaq, bu da oldu məslər. Deməli, mənə deyir ki, isimdən yaransın. Bel isimindən belləmək yarandı, ruh isimindən ruhlanmaq yarandı. Doğru cavab C variantıdır. 3-ə baxırıq. 3-də deyir ki, sadə feillərdən ibarət cərgəni müəyyən edin. İşdən işləmək bu düzəltmədir. Söyləmək sadədir. Saxlamaq sadədir. Dinləmək sadədir. Bəzən bu uşaqlar dinlə feilini din sözü ilə qarışdırırlar, çaşırlar. Dinləmək ayrı şeydir, bir şeyi duymaqdır. Din isə susmaqdır. Məsələn, dinmək. Biri var, din, İslam dinidir. Bir də var, dinmək feilidir. Bunlar fərqli-fərqli anlayışlardır. Dinləmək hara, dinmək hara. Sonra bələ sözündən bələmək, gizləmək sözündən, gizlə sözündən gizləmək, məslərin şəkilçisi ümumiyyətlə qrammatik şəkilçidir. Qrammatik şəkilçidə sözün formasını dəyişir, mənasını dəyişmir. Oldu B variantı. 4-də nə deyir? 4-də deyir ki, rəqəmlərdə çoxalmaq və azalmaq, cisimlərdə genəlmək və sıxılmaq qanuni haldır. Cümləsində hansı sözlər başqa nitq hissəsindən düzəlmişdir? Deməli, rəqəmlərdə çoxdan çoxalmaq, bu qeyri-müəyyən saydan, yəni saydan yaranmış feildir. Bir bunu götürək. Azdan azalmaq, yenə saydan yaranmış, qeyri-müəyyən saydan yaranmış feildir. Bunu da götürük. Sonra genəlmək, gen sözün köküdür. Gendən də genəlmək sifətdən yaranmış feildir. Bir də bu. 1, 2 və 3. Oldu nə? A variantı. Sıxdan sıxılmaq, bu feildən yaranmış feildir. Haldır. Bu da sadə sözdür elə. Sonra nümunələrin birində feil quruluşca düzəltmədir. Deyəsən, səhərlər qaçırsan. Qaçmaqdan qaçır. İndiki zaman sanda şəxsunluğu. Bu sadə feildir. Ac suyu acgözlüklə içirdi. İçdən içmək indiki zaman.
İçir idi qrammatik şəkilçi. Hissəciklər də onsuz da qrammatik şəkilçidir. Sözün formasını dəyişir. Yenə uzaqlara köçürsən, deməli, yenə uzaqlara köçürsən, köçdən, köçür indiki zaman, köçürsən şəxs sonluğu qrammatik şəkilçi. Ümumiyyətlə, zaman şəkilçiləri qrammatik şəkilçilərdir. Şəxs sonluğu ilə özü olsun. O əsəri bitirdi. İndi bax, bitdən bitirmək, bitirdi. Bu da keçmiş zaman şəkilçisi. Olu D variantı. Atam tez-tez səfərə çıxdan, çıxır. İndiki zaman çıxır idi. Hissəcik. Sonra digərlərinə baxaq. Biz leksik şəkilçi və yaxud qrammatik şəkilçini bilmək üçün özündən sonra avtomatik maqmək şəkilçini artırmarıq. Maqməyi götürəndə onda leksik şəkilçi olduğunu bilirik. İndi deyirsiniz ki, müəllimə, bu C variantında da biz maqməyi götürə bilirik, əlavə eləyə bilirik də, qəbul edirik. Biz onu niyə leksik şəkilçi kimi götürmədik? Cümlədəki cümlənin məzmununa baxmaq lazımdır. Yenə uzaqlara köçürmək, görürsüz, olmur. Amma o əsəri, məsələn, əsəri bitirmək, gördünüz, necə oldu? Məsələn, uzaqlara köçürmək olmadığı halda əsəri bitirmək olur. Ona görə də D variantındakı leksik şəkilçi, yəni düzəltmə var orada, düzəltmə feil. Hansı hər üçü düzəltmədir? Oxudan oxutmaq düzəltmədir. Apar sadə sözdür. Yatmaqdan yatırmaq düzəltmədir. Uçdan uçurmaq, artdan artırmaq oldu nə? Məstər B variantı. Sonra 7-də nə deyir? 7-də deyir ki, hansı cümlələrdə sadə feillər işlənmişdir? Maşını saxlayıb fikirlərini anlada bilmişdi. Deməli, maşını saxlayıb, saxla sadədir, yeyib sadədir, feili bağlamanın şəkilçisidir, qrammatik şəkilçisidir onsuz da. Bilmişdi, anlada, bildən, bilmiş, keçmiş zaman, D hissəcik, biri bu 7-də. Sonra, Gülzar sevinclə atılıb düşür, deyib gülürdü. Sadə feillər. Sevinclə atılıb düşmək mürəkkəb feildir, deyib gülmək də mürəkkəb feildir. Elanı oxuyanlar təşəkkür etdilər. Oxudan, oxuyan feili sifətin şəkilçisidir. Bu da şəxs sonluğudur. Cəm şəkilçisi daha doğrusu. Təşəkkür etdilər. Etdi. Keçmiş zaman, larlər şəxs sonluğudur. Oldu nə? Bir də bu sadə donsuzda. Sonra mərkəzdən təşrif buyuranlar bizimlə tanış oldular. Tanış olmaq mürəkkəb feildir. Buyurdan, buyuran feili sifət və cəm şəkilçisi. Bunlar hamısı bu sadədir. Bu tanış olmaq isə tərkibi feildir. Ol, qıl, et, bil, qıl, ol feilinə aiddir. Onu anladıqca təəssüflənirdim. Onu anladıqca təəssüflənirdim. Anladıqca, anlamaqdandıqca feili bağlama, təəssüflənirdim. Oldu nə? Hansı cümlədə sadə feillər işlənmişdir? Oldu nə? Biri də sadə feildən söhbət gedir, tək bir feildən. Oldu nə? 1, 3 və 5. 8-də deyir, hansı cümlədə altından xətt çəkilmiş ifadə mürəkkəb feil deyil. Mən bu kəndi alınmaz qala bilirdim. Nə edirdim? Bilirdim. Nəyi bilirdim? Qalanı bilirdim. Bu isimdir. Bu ayrı-ayrı götürülən müstəqil feildir bu. 1. Yurdun hər gövşəsində istədiyim qədər qala bilərəm. Nə edə bilərəm? Qala bilərəm. Bu tərkibi feildir. Ömrünün hər gününü şiir qoşa-qoşa yaşayıb. Şiir qoşaraq yaşayıb. Yəni, bu feili bağlamadır. Yəni, feildir. Bir sözlə. Atlar çəmənlikdə qoşa-qoşa otlayır. Nə tərzdə otlayır? Bu zərfdir. Yayda bu növ romana dönə-dönə oxumuşam. Dəfələrlə oxumuşam. Bu da zərfdir. O geriyə dönə-dönə hərəkəti nizamlamağa çalışırdı. Dönərək, yenə feili bağlamada oldu nə? Feil. Oldu nə? 1, 4, 5. 2 leksik şəkilçisi olan feilləri müəyyənləşdir. 2 leksik şəkilçisi olan feilləri. Darandım. Dara sözün kökü. Daradan daranmaq. Darandı keçmiş zamanmı? Şəxs sonluğu. Sonra digər tərəfdən.
Yandırıldı. Yan sözün kökü yandırmaq, yandırılmaq, yandırdı. Bir bu. Bağlandı. Sözün kökü bağ. Bağdan bağlamaq, bağlanmaq, bağlanır. Biri də budur. Yəhərləndi. Yəhər sözün kökü. Yəhərdən yəhərləmək, yəhərlənmək, yəhərləndi. Bir də bu. Sonra vidalaşdı. Baxırıq ki, baxım görüm vidalaşdı. Vida sözün kökü, vidalaşmaq bütöv götürülür. Da zaman şəkilçisi. Gördən, görüşmək, görüşdü. Zaman şəkilçisi. Böyüdən, böyütmək, böyütdü. Zaman şəkilçisi. Qarşılandı. Qarşı sözün kökü. Qarşıdan qarşılamaq, qarşılanmaq, qarşıladı. Biri də budur. Oldu nə? 2, 3, 4, 8. Oxudun sözünün quruluşca sadə olduğunu nəzərə alaraq doğru fikirləri müəyyən edin. Baxın, burada ipucu verib sizə, sadə olduğunu nəzərə alaraq. Bunu həm də leksik şəkil, düzəltmə söz kimi də düşünmək olar. Burada ipucu kimi sizə verib. Oxu sözün kökü. Oxudan, oxudu keçmiş zaman, oxudun, sən oxudun şəxs sonluq. Sonra leksik şəkilçi kimidirsə, düzəltmə söz kimidirsə, onda olacaq oxutmaq. Bu, d, bu olacaq t-nı. Yəni leksik şəkilçi kimi. Alaraq, nəzərə alaraq doğru fikirləri göstərir. Deyir ki, feilin xəbər şəklində işlənib, bəli. Feilin xəbər şəkli, feilin zaman şəkilçilərini qəbul edir. Bu doğrudur. Sonra icbar növdədir, xeyr. D ayrı zaman şəkilçisidir, n da şəxs sonluğudur. Vurğusu üçüncü hecadadır. Vurğusu üçüncü hecadadır. Bəli, doğru variant olacaq bu. Oxudum. Oxudum oldu. İkinci şəxsin tək cəmindədir, xeyr. İkinci şəxs oxudum. Siz ikinci şəxsin təkindədir. Sən oxudun. Sən oxudun. Bir də fiilin əmr şəklində işlənib, xeyr oldu nə? 1 və 3. Fiildən düzələn fiilləri müəyyən edin. Fiildən düzəlmiş fiilləri müəyyən edin. Düzməkdən düzülmək. Fiildən düzəlmiş fiil. Sonra düzgün. Baxırıq, düzgün. Sifətindən yaranmış. Düzgün. Sifətdən sifət yaranıb. Sonra düzdən düzəlmək. Düz sifətindən fiil yaranıb. Düzdən düzülmək. Fiildən düzəlmiş fiil. Bu isim yaranıb burada. Düzlük nə? Sonra düzməkdən düzdür. Fiildən yaranmış fiildir. Sonra bir də bunu götürək. Düzgünlük yenə bayaq sifətdən yaranmış sifətdir və sifətdən yaranmış isimdir. Oldu nə? 1 və 5. Fiildən fiil düzələ bilər. Fiildən fiil düzələ bilər. Bunun üçün şəkilçiləri əzbər bilmək lazımdır. Sıxdırmaq, elə birbaşa bunu baxırıq, sıxdırmaq. Sonra gəldik, sıxışmaq. Bir də olacaq sıxılmaq. Oldu nə? 3, 4, 6. Bunun üçün şəkilçiləri əzbər bilmək lazımdır. Feildən feil düzəldən, adlardan feil düzəldən. Doğru fikri müəyyən edin. Doğru fikri müəyyən edin. Deyir ki, soğanın acısından gözlərim yaşardı. Yaşdan yaşarmaq, yaşardı. Deməli, birə baxdıq belə. Deyir ki, feil olmayan nitq hissələrindən düzələn feillərin işləndiyi cümlə. Qocadan, qocalmaq, qocalıb. Bunu belə bir başa bir dənə buradan çıxınca şərtə əsasən gedək də. Deyir ki, feil olmayan nitq hissələrindən düzələn feillərin işləndiyi cümlə. Aha, yaşdan yaşarmaq. Aha, deməli yaş sözündən, sifətdən necə feil yaranıb, biri budur. Sonra sevimli müəllim qocalıb. Qocadan qocalmaq, qocalıb.
Biri də bu sifətdən yaranmış feildir. 1-2. Sonra qapının naxışları qızılı boya ilə rənglənmişdir. Rəngdən rənglənmiş idi. Bu feildir. İlk öncə isimdən yaranmış feildir. Feildən yaranmış feildir. Sonra bunu götürmürük. Sonra baxırıq digərinə. Süfrə səlqə ilə sərilmişdir. Sər sözün kökü sərdən sərilmək miş idi. Feildən feil düzəldib. Bozaran çöllüklər artıq geridə qalmışdı. Boz sifətindən, bozdan bozarmaq, bozaran. Sifətdən yaranmış feildir. Biri də bunu götürürük. Bu məqalə görünür çoxdan yazılmışdı. Yazdan yazılmaq, yazılmışdır. Feildən yaranmış feildir. Oldu nə? 1, 2 və 5. Sonra doğru fikri müəyyən edin. Elə əvvəlki onun üçün təkrardır. Feildən düzələn feillərin işləndiyi cümlə. Burada artıq feildən düzəlmiş feillərin işləndiyi cümləni soruşur. Novruz bayramında küsülü qonşularımız barışardı. Barış sözün kökü. Barışardılar. Bu sadə feildir onsuz da. Heç düzəltmə sözdən söhbət gedə bilməz. Sadə feildir. Sabahki yarışda sinif yoldaşım və mən güləşəcəyik. Güləşdən güləşəcəyik. 2 qrammatik şəkilçi var. Sadə sözdür. Uşaqlar dalaşmadılar. Dala sözün kökü. Daladan dalaşmaq, dalaşmadılar. 3 qrammatik, 1 leksik. Deməli, sözün kökü dala daha. Feildən feil yaranır. Bir bu. Uşaqlar yükü birlikdə qaldırdılar. Qaldır sözün kökü. Qaldırdan qaldırdılar. 2 sadə, 2 qrammatik şəkilçidən sadə söz formalaşıb. Deyilənə görə yenə də kənddə atışıblar. At sözün kökü. Atdan atışıblar. Feildən feil yaranıb. Sonra son zəng günü hamı mehribancasına qucaqlaşdı. Quca sözün kökü. Qucadan qucaq, qucaqlamaq, qucaqlaşmaq, qırdı. Feildən feil yaranıb. Qucamaq. Burada feildən feil yaranıb. Deməli, qucamaq feilindən qucaqlamaqdan qucaqlaşmaq. Oldu nə? 3, 5, 6. Gəldi feilin qrammatik məna növlərinə. Birinci testdə deyir ki, feillərdən biri qayıdış növdədir. Onu da qeyd edeyim ki, elə feilin qrammatik məna növlərində izahını burada nəzərinizə çatdıracağım testlərin üzərində. Ümumiyyətlə, feilin qrammatik növü məlum, məhcul, qayıdış, qarşılıq, birgəlik, icbar növ, şəxsiz növ feillərdən söhbət gedir. Feillərdən biri qayıdış növü. Qayıdış növündə şəkilçisi ıl, 4 variantlı, ın 4 variantlı və n-dan n şəkilçisidir ki, bəzən bu feilin ümumiyyətlə qrammatik məna növlərində yadınızda saxlayın ki, ilk öncə şəkilçi olmalıdır, sonra məna ödənməlidir. Bəzən elə feillər olur ki, şəkilçi olmur. Məsələn, tutalım, qayıdış növdə başa düşdüyün feilin üzərində qayıdış növün şəkilçisi yoxdur. Bu, avtomatik məlum növə çevrilir. O feil məlum növdə olur. Ona görə birinci şəkilçi, sonra məna olmalıdır. Qayıdış növdə də iş özünün üzərində icra edir. Subyekt işi öz üzərində icra edir. Məsələn, feillərdən biri qayıdış növdədir. Oxunmaq, məktub oxundu, bu məhcul növdədir. Bürünmək elə B variantıdır. Məsələn, tutalım, deyirəm ki, qız yorğana büründü. İşi bürünməkdən, bürünmək. Özü icra eləyir də o işi. Oldu B variantı. Feillərdən biri məhcul, icbar və qarşılıq birgəlik növdə olan feillərdən birini yaratmaq olar. Yəni bu 5 dənə variantdan bu məhcul, icbar və qarşılıq birgəlik növü yaratmaq olar. Şəkilçilərini təyin edin. Məhcul növdə də şəkilçi elə qayıdış növdəki kimi ıl, ın və n-dır. İcbar növdə şəkildə t və dır 4 variantlıdır. Qarşılıq birgəlikdə isə ş və ış 4 variantlıdır. Dinləmək, məsələn, uzaqbaşı bu, dinləmək, dinlənilmək. Məsələn, ola bilər. Bunu mən məhcul növdə uzaqbaşı istifadə edə bilərəm. Bir də məlum növdə. Oxunmaq, məktub oxunuldu. Bunu məhcul növdə eləyəcəm. Oxutdurmaq, icbar növdə eləyəcəm. Qarşılıq birgəlik növü təyin eləyə bilməyəcəm ora. Güləş sözünü
Ancaq məlum növdə görəcəm. Bunu digər qrammatik məna növlərinə çevirmək olur. Sonra bilmək, həmçinin sonra məsələn döyülmək. Deyirəm ki, döyüşçü yarışda döyüldü. Bilmirsən kim tərəfindən döyüldü. Bu məhsul növ. Döydürtmək, icbar növ. Qarşılıq birgəlik döyüşmək. İş qarşıya baş verir. Sonra gəldik, feillərdən biri məhsul, icbar, yenə qarşılıq birgəlik növlərdə olan feil yaratmaq mümkündür. Feillərdən birində. Dayanmaq, dayanmaqdan, dayanmaq, bu qayıdış növdə olacaq. Sonra dayanılmaq olmadığına görə, sonra eşitmək, eşidilmək, məhsul növdə ola bilər. Eşitdirmək, icbarda ilə etdirmək olar. Artıq qarşılıq birgəliyə çevirmək olmur. İşlənilmək olunur, qarşılıq birgəlikdir növdə olunur, icbarda olunur. Üfürmək, üfürülmək, məsələn, şar üfürüldü. Məhsul növdə eləmək olar. Üfürdürmək, üfürdürmək olunur. Məsələn, deyirəm ki, məktub yazıldı. Kimsə tərəfindən icra olunur, məhsul növ. Yazdırtmaq, icbar növ. Yazışmaq, qarşılıq birgəlik növ. İcbar növdə olan feillər hansı cümlənin tərkibindədir? İcbar növündə şəkilçi, bayaq qeyd etdiyim kimidir, t və dır, 4 variantlı şəkilçi. O, bağının məhsulunu bazarda satdırardı. Sat sözün göyü satdırar, satdırmaq, satdırardı. Elə doğru variant olacaq A variantı. Hansı sırada feillərdən biri subyekt tələb edir, digəri isə subyekt tələb etmir. Biri subyekt tələb edir, digəri subyekt tələb etmir. Deyir ki, baxıldı, məsələn, məsələyə baxıldı. Bu subyekt tələb etmir. Çünki şəxsiz feildir. Məsələn, söz deyildi. Söz, nə deyir burada? Subyekt tələb edir, digəri isə subyekt tələb etmir. Deyildi. Məsələn, deyirəm ki, məlumat deyildi. Məhsul növ. Birini elədim şəxsiz növ, birini elədim məhsul növ. Ümumiyyətlə, məhsul növün subyekti olmur. Subyekti olmur. Mübtədası olur, subyekti olmur. Məndən də nə istəyir? Deyir ki, feillərin biri subyekt tələb edir. Bunların heç biri subyekt tələb etmir. Digəri isə tələb etmir. Sonra əməl edildi, yazıldı. Həmçinin elə şəxsiz feillərdir. Məsələn, məsələyə əməl edildi, deyilənlərə əməl edildi. Bu şəxsiz feildir. Bir də deyirəm, məktub yazıldı, yenə bayaq məhsul növdəki kimi. Deyirəm ki, sonra dilləndi, deyindi. Dil sözün kökü, dildən dillənmək, bu məlum növ feildir. Birində deyir, subyekt tələb edir. Məsələn, deyirəm, qız dilləndi. Bir də deyirəm ki, deyindi, yenə qız deyindi. Hər ikisi subyekt tələb eləyir. Tikildi, görüldü. Məsələn, deyirəm ki, bina tikildi. Bir də deyirəm ki, qız görüldü. Burada da biz 5-də uyğun gəlmədi deyə keçdik, yundu. Məsələn, deyirəm ki, qız yuyundu. Bu oldu qayıdış növ. İşi öz üzərində icra elədi. Subyekt tələb elədi. İndi deyirəm ki, yuyuldu. Qablar yuyuldu. Kimsə tərəfindən icra olundu. Burada artıq subyekt tələb olunmadı. Elə doğru variant oldu. 5-də Y. Altıda hansı cərgədə feillərdən biri qayıdış, digərisi məhsul növdədir. Deməli, döyündü, döyüldü. Məsələn, deyirəm ki, qızın bizim bəzi feillərimiz var ki, məsələn, döydü, soydu, dedi. Bu tipli feillər var ki, bir neçə feildir ki, yun özüdür elə, yu. Həm məhsul növ olur, həm də qayıdış növ. Bunları bir-birinə necə ayıracaqsınız? Məsələn, deyirəm ki, qızın ürəyi döyündü. 14 variantlı şəkilçi olanda bu qayıdış növdə olur. Bir də deyirəm ki, uşaq döyüldü, 4 variantda olanda məhsul növü olur. Oldu A variantı. Sonra 7-də feillərdən biri icbar növdə deyil. Feillərdən biri icbar. Əkdən, əkdirmək, əkdirtmək, oldu nə, əkdirtmək. Bu icbar növdədir. Kiməsə icra yazmaqdan, yazdırmaq, yazdırtmaq, keçmiş zamandır. Burada şəxs onluğu. Bu da icbar növdədir. Sildirtmək, sil, sildən sildirmək, sildirtmək, bu da qrammatik şəkilçidir. Daha doğrusu icbar növdür. Qazdırtmaq,
Qazmaqdan qazdırmaq, qazdırtmaqdırmı? Bu da icbar növdədir. Artdım. Yəni bu işi mən icra elədim. Ağdan ağarmaq, ağartmaqdırmı? Öz icra eləyir. Oldu nə? 7-də Y variantı. 8-də hansı cümlədə məlum növdə olan feil işlənib? Məlum növün özündən məxsus şəkilçisi yoxdur. Digərlərindən fərqli olaraq. Zirzəmidə zirzəmidə köhnə çap maşınları saxlanılırdı. Saxla sözün kökü saxlanmaq, saxlanılırdı. Saxlanılırdı, kimsə tərəfindən saxlanılırdı. Bu məhsul növdür. Tez bir zamanda çadırlar quruldu, kimsə tərəfindən quruldu. Bu da icbar növdür. Mən sənin dilinə dəymirəm cəllad. Gəl sən də bu ana dilimə dəymə. Süleyman Rüstəm. Deməli, mən sənin dilinə dəymirəm, dəyməkdən dəymirəm. Cəllad, gəl sən də bu ana dilimə dəymə. Elə bu olacaq. 8-də C variantı. Məlum növdədir. Hansı feil məhsul və qayıdış növlərdə fərqli şəkilçilər qəbul edir? Bayaq qeyd etdiyim kimi. Məsələn, tutulmaq, kimsə tərəfindən tutulmaq. Bir də var, deyirəm ki, havanın tutulması. Bu hər iki halda, qayıdışda da, məhsulda da ıl şəkilçisi qəbul etdi. Sonra daranmaq, deyirəm ki, qız darandı. Daranmaq. Bir də deyirəm ki, kimsə tərəfindən daranmaq. Hər iki halda n şəkilçisini qəbul edir. Bəzənmək, kimsə tərəfindən ev bəzənə bilər. Bir də qız özü bəzənə bilər, icra eləyə bilər. Hər ikisində n ilə şəkilçisidir. Elə burada olacaq D variantı. Niyə? 9-da. Deyirəm ki, məsələn, xəbər deyildi. Bilmirsən kim tərəfindən. Il 4 variantlı olanda olur məhsul növ. Bir də deyirəm ki, qoca deyindi. In 4 variantlı olanda olur qayıdış növ. D variantı. Altından xətt çəkilmiş feilləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Cümlənin mübtədası yoxdur və hərəkətin subyekti məlum deyil. Cümlənin mübtədası yoxdur və hərəkətin subyekti yoxdur. Bu şəxsizdir. Cümlənin mübtədası var, lakin hərəkətin subyekti məlum deyil. Bu məhsul növdür. Subyekt hərəkəti öz üzərində icra edir. Bu qayıdış növdür. Subyekt hərəkəti başqasına icra etdirir. Bu icbar növdür. Hərəkət bir neçə şəxslər tərəfindən görülür. Bu qarşılıq bilgəlik növdür. Qapı qəfildən açıldı. Kimsə tərəfindən icra olunur. Bu məhsul növdədir. Sonra uzun ayrılıqdan bax açıldı. Baxın, bunda elə buradan qoy yer gəlmişkən izahım verim. Açıldı nə? Qapı. Mübtədası var ha. Bunu subyektlə qarışdırmaq olmaz mübtədanı. Mübtəda başqanlaşdı, subyekt başda. Subyekt canlıdan söhbət gedir. Bu məhsul növdür. Sonra uzun ayrılıqdan sonra dostlar görüşdülər. Qarşılıq bilgəlik növ. Bu da gedir bura. Sonra atam həyətdə su quyusu qazdırdı. Kiməsə icra elətdirir. Bu da atırıq bura. Sonra xəbərdarlıqdan sonra qaydalara əməl edilir. Kimsə tərəfindən əməl edildi. Bu icbar şəxsiz növ. Sonra oldu. Sonra burada deyir günortaya yaxın buludlar dağıldı. Hava açıldı. Açıldı. Bu isə qayıdış növdür. Oldu nə? 1-ə D, 2-yə A, 3-ə E, 4-ə C, 5-ə B. Oldu A variantı. Altından xətt çəkilmiş feilləri nəzərə almaqla uyğunluğu müəyyənləşdir. Cümlənin mübtədası yoxdur, hərəkətin subyekti məlum deyil, yenə şəxsiz. Cümlənin mübtədası var, lakin hərəkətin subyekti məlum deyil, məhsul. Subyekt hərəkəti öz üzərində deyil, qayıdış. Subyekt hərəkəti başqasını icra elətdirir, icbar. Sonra hərəkət birinci şəxslər tərəfindən olur, qarşılıq, bilgəlik. Səməni xoşbəxtlik gətirən amil kimi həmişə tərənnüm edilmişdir. Tərənnüm edilmişdir. Nə? Səməni kimsə tərəfindən icra olunub. Getdi bura. Sonra gəldi. Tian Şan dağların ətəyində ərəb ordusu ilə Çin ordusu görüşdü. Bu qarşılıq bilgəlik növdür. Sonra Aynur müəllimə şagirdlərə peyzaj çəkirdi. Kim? Aygün. Aynur çəkdirdi. Bu icbar növdür. Bunu da atdıq bura, icbar növə. Sonra burada
verilən bütün göstərişlərə əməl edildi. Bu da şəxsiz feil oldu de. Sonra yazın orta ayı olduğundan təbiət yaşı dona bürünmüşdü, işi öz icra edir. Deməli 1-ə D, 2-yə A, 3-ə E, 4-ə C, 5-ə B. Oldu nə D variantı. Məlum növdə olan feillərdən ibarət cərgəni göstərin. Məlum növdə olan. Gəldik. Yarışdı. Məlum növ. Döydən, döyüşdü. Qarşılıq birgəlik növ. Yazdan, yazıldı. Bu məchul növ. Udmaqdan, udqundu. Məlum növ. Tutdan, tutuldu. Artıq məchul növ və yaxud qayıdış növ. Qocadan, qocalmaq, qocaldı. Barış sadədir, onsuz da. Məlum növdə olan feillər sadə feillərdir. Qrammatik şəkildə uzaqbaşı ola bilər kökündə. Dağılmaqdan, dağıldı. Bax, bunu deyirsiniz ki, müəllimə, qocaldı, axın, işi özü icra eləyir. Özü təbii haldır da. Bax, ıl şəkilçisi yoxdur, qayıdış növün, ha. Bu məlum növdür, oldu deyil. Sonra, hansı cümlənin feili qayıdış növdədir? Hansı cümlənin feili qayıdış növdədir? Mən dünənki söhbəti davam etdirdim. Burada yoxdur. Sizin təkliflərinizə əməl edildi. Burada da yoxdur, bu şəxsiz feildir. Onun bu təklifi xüsusilə nəzərə alındı. Kimsə tərəfindən nəzərə alındı. Məchul növ. Qapı birdən-birə taybatay açıldı. Məchul növ. Dan yer yenicə söküldü. Sökdən, sökülmək, sökülür, sökülürdü. Öz üzərində icra olunur. 14-də qayıdış və icbar növ feillər işlənmiş cərgə. Çalışmaq sadə feildir. Bu məlum növdür. Yazdan yazılmaq, məktub kiməsə yazıla bilər. Məchul növ. Baxdan baxılmaq, məchul növ. Döydən döyünmək, ürəyin döyünməyi. Geyməkdən geyinmək, özün icra edirsən. Silməkdən sildirmək, kiməsə icra elətdirirsən. Əkdən əkdirmək, kiməsə icra edirsən. D variantı. İcbar və qarşılıq növ feillərin işləndiyi cümləni göstər. Gülüş, güldən gülüşmək. Burada səhv elədik. Güldən gülüşmək. Bu qarşılıq bilgəlik növdür. Qarşılıq növ feilləri. Qarşılıq. Doludan dolmaqdan doluşmaq. Uzaqdan uzaqlaşmaq. Bu artıq məlum növdür. Gördən görüşmək. Qarşılıq bilgəlik növdür. Döydən döyüşmək. Yazdan yazılmaq, məktub. Bu artıq məchul növdür. Yumaqdan yudurmaq, yudurtmaq, icbar növ. Düzməkdən düzdürmək, icbar növ. Gördən görüşmək, qarşılıq. Yazdan yazışmaq, qarşılıq növ. Sonra birgəlik feillərinin cərgəsini müəyyən edin. Birgəlik feillərinin cərgəsini. Sözdən sözləşmək, məlum növ. Mələdən mələşmək, birgəlik növ. Dağılmaqdan dağılışmaq, birgəlik növ. Hürdən hürüşmək, bu birgəlik növ. Hansı cümlədəki feil məchul növdədir? Ocaq, alovdan alovlamaq, alovlanmaq, alovlandı. Ocaq alovlandı. Ocaq alovlandı, alovlamaq. Alovlamaq olmadığına görə. Alovdan alovlanmaq. Bu məlum növ. Bu il səpin vaxtında keçirildi. Keçdən keçirmək, keçirilmək, keçirildi. Burada bilinmir kim tərəfindən icra olunub. Oldu nə? B variantı. Nə? Səpin. Məchul və qarşılıq birgəlik növ olan feilləri göstər. Deməli, müəyyənin oxut. Oxumaqdan oxutmaq, oxutdurmaq. Bu icbar növdür. Söykənmək. Söykəməkdən söykənmək. Bu qayıdış növdədir. İşi icra edir. Burulmaq. Buradan burulmaq. Bu məlum növdədir.
Burulmaq, durulmaq, buradan burulmaq. Hadi, bu deyən səhv elədim, bağışlayın. Buradan burulmaq. Su burula gəlirdi. Bu oldu şey. Qayıdış növ. Döyməkdən, döyülmək kimsə tərəfindən. Aldan, alınmaq. Buradan vuruşmaq. Yazdan, yazışmaq. Elə oldu nə? 18-də D. Sonra 19. İcbar növdə olan feillərin cərgəsini göstər. Deyir ki, güldən gülüşmək. Güldən gülüş. Gülüşdük, gülüşdük. Bu qarşılıq birgəlik növdür. Döydən döyüşmək, döyüşür, döyüşürük. Bu da qarşılıq birgəlik növdür. Yığmaqdan yığdırmaq, silməkdən sildirmək, qazmaqdan qazdırmaq. Oldu nə? C variantı. Sonra nöqtələrin yerinə hansı söz əlavə olunsa, altından xətt çəkilmiş söz qayıdış növ feil olar. Deyirəm ki, bax. Burada baxaq ki, nöqtələrin yerinə hansı söz əlavə olunsa. Baxırıq. Deyirəm ki, validə bəzəndi. Kimsə tərəfindən bəzənmək yox, yəni özü icra edə bilər. 1. Sonra otaq bəzəndi. Kimsə tərəfindən bəzənə bilər də. Otaq ki, özünə bəzənə bilməz ki. Sonra oxuyan bəzəndi. Yəni özü icra eləyir işi. Sonra deyirəm ki, aktrisa bəzəndi. Özü icra eləyir. Səhnə bəzəndi kimsə tərəfindən oluna bilər. Oldu 1-3 və 5. 1-3, 4. Birgəlik növ olan feil hansı cümlədədir? Birgəlik növ. Deyir ki, qonaqlar ağbirçək qadınla qucaqlaşdılar. Qucamaqdan, 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 qucaq, qucaqlamaq, qucaqlaşdılar. Birgəlik növdə, bu qarşılıq növdür. Söhbət qarşılıq növdən gedir. Məktəblilər xarici dostları ilə yazdan yazışır. Bu qarşılıq növdür. Əskərlər səhərəcən vuruşdular. Bu da qarşılıq növdür. Dostlar artıq burada görüşdülər. Qarşılıq növ. Analarının getmək istədiyini görən körpələr ağlaşdılar. Ağladan, ağlaşmaq. Birgəlik növ. Hansı cümlədə feillər məhcul, məlum və qayıdış növdədir? Baxdıq, gündüz yağan yağış, gecə qara çevrildi. Hər tərəf ağ örpəyə büründü. Deməli, məndən məhcul olacaq, məlum qayıdış. Yağan yağış. Yağan bu məlum növdədir. Məlum. Qara çevrildi. Qayıdış növdədir. Hər tərəf ağa büründü, bu da qayıdış növdədir. İş öz icra eləyir də, təbiət. Qazlar uçub onlara yaxın gələrkən oxlar yaylarından ayrıldı. Vıyıltı ilə yuxarı uçdu. Qazlar uçub onlara yaxın gələndə məlum növ. Yaxın gələrkən məlum növ. Oxlar. Ümumiyyətlə, bunlar feili bağlamadır. Ümumiyyətlə, bilin ki, feilin təsriflənməyən forması, məsdər feili, sifət feili bağlama, feilin qrammatik məna növlərinə bərabər işlənə bilər. Yaylardan ayrıl, ayrıdan ayrıldı, ayrıldı, vıyıltı ilə uçdu, məlum növ. Heç burada ancaq məlum növdür. Yaylardan ayrıldı. Sonra qapılar, pəncərələr taybatay açılır, kimsə tərəfindən icra olunur. Bu məhcul növ. Gələn dəstəyə maraqla baxan adamların başı göründü. Bu məlum növ. Baxan, məlum növ. Adamların başı göründü. Bu da olacaq nə? Qayıdış növ. Adamların başını kimsə göstərmir ki, öz üzlərinin üzərində icra olunur. C. Hansı cümlədə feillərin hər ikisi icbar növdədir? İcbar növdədir. Bir azdan işıqları yandırıb, şən musiqi sədaları altında rəqs etməyə başladılar. Bu məlum növdədir. Yandırıb, işıqları yandırıb, bu da məlum növdədir. Musa adamları cəld bayıra çıxartdırdı. Qapını da arxadan bərk-bərk bağlatdırdı, elə budur.
B variantı. Hansı nümunədə cümlənin mübtədası təsriflənən feillə aid deyil? Təsriflənən feil, yəni feilin təsriflənən formadı məlum, məchul, qayıdış, qarşılıq, icbar, növ, şəxsiz növ, qarşılıq, birgəli növdən söhbət gedir. Hansı nümunədə cümlənin mübtədası təsriflənən feilə aid deyil? Təsriflənən feilə aid deyil. Həyat bir kölgədir. Kölgədir. Nə həyat? Hansı nümunədə cümlənin mübtədası təsriflənən feilə aid deyil? Həyat. Sonra ağılla yaşanan həyatın sonu xoşbəxtliklə bitir. Nə edir? Bitir. Nə həyatın sonu? Sonra körpü onu keçənindir. Keçənindir. Nə körpü? Buradakı mübtəda feili sifətə, yəni an-əndi baxın feili sifət. Aiddir. Feilin təsriflənməyən formasına aiddir. Oldu nə? C variantı. İcbar növdə olan feillərin sırasını müəyyən edin. Açdırdı, bağlatdırdı, düzüldü. Məsələn, deyirsən ki, qablar düzüldü, məhsul növü ola bilər, ya uşaqlar düzüldü, qayıdış növü ola bilər. Bildirdi, görürdü, məlum növdür bunlar. Oturtdu, güldürdü, sildirdi. Bunlar məlum növdür. Bir dənə bu oturtdu. Sonra qazdırdı, kiməsə icra elətdirir. Qazdan, qazdır, qazdırdı. Biçdən, biçdir, biçdirdi. Yudan, yudurtmaq, yudurtmaq, yudurdu. Oldu nə? D variantı. Məchul növdə olan feilləri müəyyən edin. Məchul növdə olan feilləri müəyyən edin. Məchul növdə olan feilləri müəyyən et. Deyir ki, eşitdi, burada heç məchul növü şəkilçisi yoxdur, məlum növdür. Məsələn, deyirəm ki, qız yıxıldı, öz üzərində icra eləyir, qayıdış növ. Deyildi, məsələn, deyirəm ki, xəbər deyildi kimsə tərəfindən. Tapıldı, məsələn, deyirəm ki, itmiş kitab tapıldı kimsə tərəfindən. Bir də deyirəm, görüldü, məsələn, iş görüldü kimsə tərəfindən. Oldu nə? C. Hansı cərgədə feillərə dır şəkilçisi artırdıqda icbar növ olan feil düzəlmir? İcbar növ feil düzəlmir. Baxın, sındırmaq, sındırmaq məlum növdür. Yandır, ocağı yandır, qarşı tərəfə icra edirsən. Söndür, yenə məlum növdə oldu, A variantı. Eylər Venn diaqramına əsasən sual işarəsinin yerinə uyğundur. Gülüşmək, qaçışma, bir də dağılışma. Deməli, güldən gülüşmə, birgəlik, qaçışma, birgəlik, dağılışma, birgəlik növ. Oldu nə? 28-də C variantı. Sonra nöqtələrin yerinə hansı ifadə əlavə olunsa, ilk söz bu. İlk söz həm hərəkətin obyektini, həm də subyekti kimi düşünülə bilər. Deyirəm, o həyətdə həm hərəkətin, burada bizdən qayıdış növü soruşur da. Qayıdış növ həm subyekt, həm də obyekt vəzifəsini yerinə yetirir. Fikirləşir, o həyətdə fikirləşir, bu məlum növdür. O ayaq saxladı, məlum növdür. O həyətdə güldü, məlum növdür. O danışacaq, məlum növdür. Bir də deyirəm ki, o darandı. Yəni, işi özü icra eləyir də, həm subyekt, həm də obyekt. Qrammatik məna növünə görə fərqli feil işlənmiş cümləni müəyyənləşdir. Qapılar bərk-bərk bağlandı. Qapılar bərk-bərk bağlandı, bağdan, bağlamaq, bağlandı, kimsə tərəfindən icra olunur. Bütün mülk dövlətə təhvil verilsin, nə mülk, məchul növdür. Birazdan çay stəkanları paylanıldı, nə çay stəkanları, paydan paylanmaq, bu da məchul növdür. Bu bitki növünə ölkəmizdə də təsadüf olunur. Təsadüf olunur. Bu şəxsiz feildir. Şəxsiz feildir. Bax bu, ona görə fərqlidir. Onun haqqında mərkəzi qəzetlərdə də məqalələr çap olunurdu. Çap olunurdu. Nə məqalələr kimsə tərəfindən icra olunurdu. Bu da məchul növ. Oldu nə? D variantı. 31. Qrammatik məna növünə görə fərqli feil işlənmiş cümləni müəyyən edin. Xanım tez kənara çəkildi, işi özü icra eləyir. Qayıdış növ.
Uşaqlar quyunun başında yuyunurdular. İşi öz icra eləyir, qayıdış növ. Yaralı zabit səngərə yıxıldı. İş özlərində icra olunur, qayıdış növ. 2 gün sonra hər tərəf yoxlanıldı, kimsə tərəfindən yoxlanıldı, məhsul növ. Həyəcandan ürəyi tez-tez döyünürdü, bu da qayıdış növ oldu, D variantı. Çünki məhsul növdədir. Məlum növ olan təsriflənən feil hansı cümlədədir? Gecədən yağan yağış hər səhərə yaxın kəsildi, işi öz icra edir təbiət, qayıdış növ. Jurnalistlərin bütün suallarına dəqiq cavab verir. Cavab verir kim? O, bu məlum növ. Sonra gizlədilmiş silahlar həyətdə tapıldı kimsə tərəfindən, məhsul növ. Otağın pəncərəsini Taybatay açırdı. Taybatay açdırdı. Ay, bu qayıtdı, icbar növ. Sonra külək əsdikcə güllərin xoş ətri ətrafa yayıldı. Bu da qayıdış növ. Oldu, B variantı. Feilin qrammatik məna növündən birinə aid şəkilçilərin eyni bir sözdə işləndiyi nümunəni müəyyənləşdirin. Deyir, feilin qrammatik məna növünə aid feilin qrammatik məna növlərinin birinə aid şəkilçilərin eyni bir sözdə işləndiyi nümunəni müəyyən. Rəssamlar İttifaqı məşhur sənətkarın rəsmini hazırlatdırmışdı. Bu elə doğru variant A variantıdır. Deməli, nə demək istəyir? Hazırdan hazırlamaq, hazırlatmaq, hazırlatdırmaqmışdı. Yəni, icbar növün hər iki şəkilçisi T, bir də D, 4 variantlı şəkilçi eyni sözün üzərindədir, A variantı. Sonra gəldik, hansı cümlədə məhsul feil işləmişdir? Burada keçən il yonca əkilmişdi. Kimsə tərəfindən əkilib. 1. Ümumi iclasın qərarı bizə oxundu. Kimsə tərəfindən oxundu. Məhsul növ. Bağımızda güllər təzə açılmışdı. Qayıdış növ. Düşmənin işğal etdiyi torpaqlar yenidən geri alındı, kimsə tərəfindən alındı. Duman dağlara çəkildi, qayıdış növ. Oldu, B variantı. Cümlələrin hansında feil qarşılıq birgəlik növdədir? Rəfiqələr bir-birini salamladılar. Burada qarşılıq birgəlik növü şəkilçisi ş. Burada da rəfiqələr bir-birini salamladılar. Bunu biz birgəlik növdə, qarşılıq birgəlik növdə başa düşə bilərik, amma şəkilçisi olmadığına görə məlum növdür. Rəfiqələr salamlaşdı. Salamlan, salamlamaq, salamlaşmaq. 2. Sonra rəfiqələr salamlaşmadılar. Salamlan, salamlamaq, salamlaşmadılar. Bir də bu. Qonaqlar məktəblilərlə vidalaşdılar. Bu da məlum növ. Oldu A. Feilin qrammatik məna növünə görə məntiqə ardıcıllığı gözləməklə sıranı tamamlayan sözü müəyyənləşdir. Danışıldı. Danışdan, danışıldı. Dostlaşdılar. Dostdan, dostlamaq olmadığını dostlaşdılar. Məlum növ. Tikdirdi. Tikməkdən, tikdir. Tikdir. Bu oldu icbar növ. Gördən, görünmək, göründü. Bu da oldu qayıdış növ. Danışıldı, söz danışıldı, oldu nə? Məhsul növ. Bu da məhsul növ. İndi feilin qrammatik məna növünə görə məntiqi ardıcılığı gözləmək sıranı tamamlayan söz. Sıranı tamamlayan söz, baxaq görək, məhsul var, məlum var, icbar var, qayıdış var, oxuyardıq, məlum növ. Dalaşdılar, dalamaqdan, dalaşmaq, dalaşdı. Bu qarşılıq birgəlik növdür. Gəlməlidirlər, məlum növ. Dillənsin, məlum növ. Sonra gözəlləşir, məlum növ. Oldu B variantı. Feilin qrammatik məna növünə görə məntiqi ardıcılığı gözləməklə sıranı tamamlayan sözü müəyyəni. Deməkdən deyildi, məsələn, söz deyildi, kimsə tərəfindən, məhsul. Oynayırdı, oynamaqdan oynayır. Bu məlum növ. Qarşılaşdılar,
Qarşıdan qarşılama, qarşılaşdı. Qarşılıq, birgəlik növ. Qazdırdı, qazdan, qazdırdı. Bu da icbar növ. Deməli, baxaq görək. Pozdurdu məlum növ, vidalaşdı məlum növ. Oxudan, oxundu, məktub oxundu, məhsul növ. Çalışdı məlum növ. Geyməkdən geyinmək. Bu oldu qayıdış növ. İş öz üzərində icra olundu. Y variantı. 38-də nə deyir? 38-ə baxır. İcibar növdə olan feillərin işləndiyi cümlələri müəyyən. Düşməni öldür. Düşməni öldür. Bu məlum növdədir. Uşaqları öyrət, yəni işi sən icra elə. Məlum növ. Lövhəni sildir. Sonra məktubu yazdırt. Qərara alınır. Deməli oldu nə? 3 və 4. Məlum növdə olmayan feillərin işləndiyi cümləni müəyyən. Gün çıxdı, bu məlum növdədir. Sonra səhər açıldı, qayıdış növ. Yarpaq saraldı, məlum növdür. Bax, məzmunca qayıdış növə bənzəyir. Çünki yarpaq öz-özünə o işi icra eləyir. Ancaq ki, şəkilçi olmadığına görə məlum növdür. Duman çəkildi, qayıdış növ. Uşaq dərsini oxudu, məlum növ. Hava qaraldı, məlum növ. Oldu nə? 2 və 4. Məchul növdə olan feil işlənmiş cümləni müəyyən edin. Gavallar sulandı, gilas, ərik yetişdi. Gavallar sulandı, gilas, ərik yetişdi. Gavallar sulandı, yəni yetişmək mənasında. Oldu, bu sulandı, yetişmək mənasında. Qayıdış növ. Ferma təsərrüfatına məxsus olan sahələr suvarıldı kimsə tərəfindən. Sonra yağış suyu həyətin ortasında gölləndi. Bu qayıdış növdür. Bütün otaqlar səlqə ilə yığışdırıldı kimsə tərəfindən. Bu qarışıq zamanda çoxları varlandı. Bu məlum növdədir. Yağış suyu həyətin ortasında gölləndi. Bu da məlum növdədir. Bağışlayın, elə bilim qayıdış növdədir. Gölləmək, ortasında gölləmək yox. Məlum növdür. Oldu nə? 2 və 4. İcbar növdə olan feilin işlənmiş cümləni göstər. İcbar növdə olan feil işlənmiş. Adil əmim içəri daxil olan kimi bizə acıqlandı və böyrü üstə düşmüş stulu qaldırdı. Qaldırdı, bu məlum növdədir. Xalam özünə təzə köynək toxudurdu. İdarənin bütün sənədləri yoxlatdırdılar, bir də bu. Yusif içəri keçib işıqları yandırdı, işi öz icra edir. Hökmdar müqəssiri tapdırdı, bir də bu. 2, 3 və 5. Hansı feillər icbar növdədir? Qaldırmaq məlum növdədir. Pozdurmaq icbar növdə olanları soruşursa, pozdurmaq. Söndürmək məlum növdədir. Qazdırmaq icbardır. Sındırmaq məlum növdədir. Oldu nə? 2 və 4. Hansı feillər icbar növdədir? İcbar növdədir. Güldürmək məlumdur. Sildir, dondur, məlumdur. Söktür, yandır. Oldu nə? 2 və 4. Hansı cümlələrdə qarşılıq birgəlik növə aid feil işlənmişdir? Dostlar xudahafizləmək olmadığına görə xudahafizləş bütöv götürür. Bu məlum növdür. Sonra küsüllər barışdılar. Barış sözün kökü olduğuna görə bu məlum növdür. Biz onunla tez-tez görüşdük, qarşılıq birgəlik. Onlar vətən uğrunda vuruşdular. Vurmaqdan vuruş, qarşılıq birgəlik. Qərib və qumru mehribancasına salamlamaqdan salamlaşdılar. 3, 4, 5. Hansı cümlədə həm qayıdış, həm də məhsul növdə olan feil işlənmişdir? Həm qayıdış, həm də məhsul növdə olan feil işlənmişdir. Yaşıllıqlar məhv edilir kimsə tərəfindən. Su get-gedə çəkilirdi, öz üzərində icra olunur. Dan yeri sökülür, səhər açılır.
Dan yeri sökülür, səhər açı. Bu hər ikisi qayıdış növdədir. Sonra əli baltalılar ayaq saxlasın. Yaşını kəsənlər başını kəsər. Deməli, əli baltalılar ayaq saxlasın, məlum növ. Yaşını kəsənlər başını kəsər. Məlum növdə. Yaradılan tabloda nar rənginin müxtəlif çalarları görünür və hamını heyrətə gətirəcək bir vəziyyət alınırdı. Görünür, çalarlar görünür, kimsə tərəfindən gətirəcək bir vəziyyət alınırdı. Bu da oldu qayıdış növ. 1 və 4. 46. Deyir ki, düzgün fikirləri müəyyən edin. Düzgün fikirləri. Hallandı. Feilinin kökü, başlanğıc forması eynidir. Hal sözün kökü. Haldan hallamaq olmadığına görə hallandı. Deməli, baxırıq. Deyir ki, feilinin kökü, hal, nə, isim. Başlanğıc forması eyni deyil, bəli. Kökü isimdir, hallanmaq feildir. Bu doğrudur. Sonra təsriflənən feillər də təsriflənməyən feillər kimi feili birləşməyə yarada bilir. Bu səhvdir. Təsriflənməyən feillərdir. Məsdər feili, sifət feili bağlama tərkib yaradır. Məlum növdə olan feillər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Mürəkkəb olur, doğrudur. Atıldı feilini həm məhsul, həm də qayıdış növdə kimi düşünmək olur. Məsələn, deyirəm ki, uşaq önə atıldı, işi öz icra edir. Bir də deyirəm ki, silah atıldı və ya top atıldı. Bu məhsul növ. Çataq sözü feilin yalnız bir şəkli kimi düşünülə bilər. Xeyr. Bu feilin iki şəkli kimi düşünüləcək. Bir var çatdan, çataq. Feilin arzu şəkli kimi. Bir də bunu mən bütöv götürsəm, çataq şəxs onluğu kimi, aq iki variantlı, biz çataq, olacaq feilin əmr şəkli. Oldu nə? 1, 3 və 4. 47. Uyğunluğu müəyyən. Hərəkətin subyekti və obyekti məlumdur. Bu məlumdur. Hərəkətin subyekti məlumdur, şəxssiz, məlum deyil. Subyekt hərəkəti özlərində icra edir. Hərəkəti özü bu qayıdışdır. O bir sıra elmi əsərlərini xaricdə yazmışdı. Nə etmişdi? Yazmışdı kim? O. Subyekti də, obyekti də məlumdur. Bu qayıdışdır. Sonra kəndi bürüyən duman çox gec çəkildi. Bu da oldu qayıdış növ. Onun sözlərinə əhəmiyyət verilmədi. Əhəmiyyət verilmədi. Mübtədası bərpa oluna bilmir. Bu da oldu şəxssiz. İnşaatçılar məktəb binasını təmir etdilər. Nə etdilər? Təmir etdilər. Kim inşaatçılar? Bu da oldu məlum növ. Sonra quzular qeyri-ixtiyarı irəli atıldı. İrəli atıldı, işi özü icra edir heyvan. Deməli, 1-ə A, D, 2-ə C, 3-ə B, Y. Sonra feilin qrammatik məna növlərinə görə işlənmə ardıcılığı müəyyən edir. Dağların dumanı çəni çəkildi. Bu oldu nə? Qayıdış növ. Çəkdən çəkildi. Yenə də fikirləri qarışmışdı. Qarışmışdı. Bu da məlum növ. 4. Sonra bu il xeyli taxıl əkilmişdi kimsə tərəfindən, məhsul növ. Yazıların çoxunu pozdurdu, bu da icbar növ. Oldu 2, 4, 1, 3. Feilin qrammatik məna növlərinə görə işlənmə ardıcılığı müəyyən edin. Dan yeri yenicə sökülürdü. İşi özü icra eləyir, bu qayıdış növ. İdmancılar daha inamla güləşirdilər. Bu məlum növdür. Güləşirdilər. Kim idmancılar? Nə edirdilər? Güləşirlər. Kim idmancılar? Artıq köhnə binalar sökülür. Kimsə tərəfindən sökülür. Yeni binanın özlüyünü dərin qazdırdılar. Bu da icbar növ. 2, 4, 1, 3. Deməli belə. Feilin qrammatik məna növündə izahı bu qədər. Ola bilər, mexaniki səhv ola bilər, izah əsnasında, nəysə unudaram, rəy bölməsində qeyd edərsiniz. Belə, Allahın amanında olun, Allah sizi qorusun.